Məsələn, Səhih Müslimdə Əbu Musa Əşərinin belə dediyi qeyd olunur. Biz bir surə oxuyardıq ki, uzunluq və şiddət baxımından Bəraət surəsinə bənzəyirdi, amma yadımda qalan istisna, onu unutmuşam. Əgər Adəm oğlunun var dövlətlə dolu 2 vadisi olsaydı, o üçüncüsünü də arzulayardı. Adəm oğlunun qarnını torpaqdan başqa heç nə doldurmaz. Səhih Müslimdə də bir hədis var. Burada bir səhabə deyir: "Bu nə qədər qiymətlidir? Bu qədər qiymətlidir ki, biz Quranın içində olmayan və artıq heç kimin oxumadığı bir ayəni görürük və biz buna sahib olmağa şanslıyıq." Burada biz bunu Səhih Müslimdə də görürük. Səhih Müslimdə bir hədis var. Burada deyirlər ki, bu ayə qəsdən çıxarılıb. O da deyir: "Biz bir surə oxuyurduq ki, o Musahabbata bənzəyirdi, amma artıq onu xatırlamıram. Amma bu qədərini həqiqətən saxlamışam və bizə başqa bir ayə təqdim edir. Ey iman gətirənlər, siz niyə etmədiyiniz şeyləri təbliğ edirsiniz?" Və həmçinin deyir: "Bu boynunuzda bir şahid olaraq yazılmışdır və bu barədə qiyamət günü sorğu-sual ediləcəksiniz." Digər səhabələr Suyutinin məşhur əsəri Əl-İtqan fi Ulumil Quran kitabında belə bildirirlər. Orada qeyd olunur ki, bəzi səhabələr Əhzab surəsinin 3/2 hissəsinin itmiş olduğunu iddia ediblər. Rəvayətlərdə belə deyilir: Ubey ibn Kəb mənə dedi: "Əhzab surəsinin ölçüsü nə qədərdir?" Səhabə belə cavab verir: 72 ya da 73 ayə. Digər səhabə isə əlavə edir: "Halbuki o Bəqərə surəsinə bərabər idi və biz onda Rəcm ayəsini oxuyardıq." Rəcm ayəsi nədir deyə soruşurlar. O isə cavab verir və ayəni qiraət edir: "Evli kişilərdən qocalar və evli qadınlardan qocalar olan zinakarları Allah tərəfindən ibrətlik bir cəza olaraq daşqalaq edin. Allah əziz və həkimdir." Bu, Ömər ibn Xəttabın itirildiyini iddia etdiyi ayə kimi görünür. Onlar bu ayəni tapıb oxuyublar və Quranın xaricindəki mənbələrdə qeyd ediblər. Beləliklə, müsəlmanların özləri Quranın təhrif olunduğunu söyləyirlər. Əslində bu cür ayələr var. Bəziləri burada, bəziləri isə müxtəlif kitabların içərisində qeyd olunmuşdur. Ayşə haqqında isə belə bir rəvayət mövcuddur. O deyir: "Şübhəsiz ki, rəcm və böyüklərin 10 əmmə ilə əmizdirilməsi ayəsi nazil olub və o, mənim yatağımın altındakı kağızda idi. Peyğəmbər vəfat etdiyi və bizim məşğul olduğumuz zaman bir keçi içəri girib onu yedi. Beləliklə, o, şəriətlə bağlı fərqli bir hissəni nəzərdə tutur." Tam olaraq Ömər ibn Xəttabın dediyi kimi. Ömər ibn Xəttab deyirdi ki, şəriətdə fərqli bir hissə var. Şəriət artıq lazımi şəkildə tətbiq olunmur. Belə bir qanun var idi ki, yaşlı kişi və qadın zina edəndə onları daşqalaq etmək vacib idi. Amma indi bunu etmirik, çünki həmin ayə qorunub saxlanılmayıb. Nəticədə İslamı tələb olunduğu kimi yerinə yetirmirik və əhdə lazımınca əməl etmirik.